Doğrudur. Ən çox mikroskopik varikoselektomiya icra edirik. Hansı ki, kişi sonsuzluğunun əsas səbəbi olan damar genişlənməsidir. El arasında damar genişlənməsi varikosel deyilir. Vurğuladınız ki, niyə mikroskopik daha çox icra edirsiniz? Mikroskopik niyə daha çox icra edirsiniz? Əlbəttə ki, avantajları daha çoxdur. Təkrarlama ehtimalı daha azdır. Açıqla icra olunana deyək ki, 10 gün 100 xəstənin 10-unda təkrarlama ehtimalı varsa, mikroskopla bu faiz %1-ə düşür. Yəni 10 dəfə daha azdır. Hidrosel dediyimiz xaya su yığılma ehtimalı daha az olur. Xəstə həmin gün və ya ertəsi gün evə yazılır, kəsik balaca olur. Sonra ətraflı daha çox məlumat verim sizə. Demək, daha çox nələrdə ola bilər? Yəni kəsik balaca olur. Ona görə və xayanı qidalandıran arteriyanı, sperma daşıyan kanalı daha çox, daha böyük bir ekranda görərək qoruma şansımız daha çox olur.